21-ci bölüm. Gününü, vaxtını izləmədən yaşa. Ötən payız uzun illərdən bəri ilk dəfə olaraq mən öz saatımı unudub evdə qoymuşdum və bütün günümü saatın neçə olduğunu dəqiq bilmədən başa vurdum. Tez-tez saata baxmaq əvəzinə mən hər an hansı işi görmək istəsəm, o işi görməklə günümü yaşadım. Bax onda mən həqiqi var olduğumu, var olmaq üçün fəaliyyət göstərmədiyimi hiss etdim. Həmin gün səhər tezdən gəzmək üçün meşənin dərinliyinə yollandım. Bu, mənim sevimli məşğuliyyətlərimdən biridir. Özümlə filosof Henry Thoreau'nun yazdığı çox köhnəlmiş Walden kitabını götürdüm. Bu kitabı mən çox sevirəm. Oturub kitab oxumaq üçün mənzərəli bir yer taparkən mən həmin mükəmməl harmoniya anını hiss etdim. Xüsusi olaraq bunun üçün ayrılmış bu anda nə isə xüsusi bir şey baş verir. O anda məndə kitabın təsadüfi bir səhifəsini açmaq arzusu yarandı. Bəxtə açdığım kitabdan bunları oxudum. Mən meşəyə ona görə getdim ki, şüurlu yaşamaq istəyirdim. Həyatın ancaq vacib faktları ilə uğraşmaq və ondan öyrəndiklərimi sınaqdan keçirmək üçün. Ki, ölümün qarşısına heç yaşamamış kimi çıxmayım. Mən həyatın əvəzinə onun yalancı bənzərini yaşamaq istəmirdim. O bunun üçün çox heyifdir. Mən özümü inkarı da istəmirdim. Əgər ona hədsiz ehtiyac yaranmasa, mən həyatın əsl mahiyyəti ilə yüklənmək istəyirdim və onun özəyinə çatmaq. Spartalı sadəliyi ilə həyatın özü olmayan hər şeyi oradan qovaraq yaşamaq istəyirdim. Mən bu böyük insanın fikirləri üzərində düşünür və məni əhatə edən mənzərənin möcüzəvi gözəlliyini canıma çəkirdim. Günümün qalan hissəsi kitab mağazasında uşaqlarla birgə oyuncaqların tarixçəsi kitabını axtarmaqla, evimizin lojasında, aləmin əhatəsində sevimli musiqi əsərlərini dinləməklə keçdi. Heç bir xərcsiz, heç bir çətinliksiz, ancaq ləzzət. 22-ci bölüm. Daha çox risk et. Səni əmin edirəm, ömrünün qürubunda, ölüm yatağında ikən sən heç də heyfslənməyəcəksən ki, niyə özünü daha çox riskə atmısan? Əgər nə isə sənin ürəyini böyük təəssüf və kədərlə dolduracaqsa, bu, sənin sınaqdan keçirmədiyin risklər, istifadə olunmamış imkanlar və tədqiq edilməyən qorxulara görə olacaq. Uğurun sarsılmaz qanunu xatırla. Həyat lotereya kimidir. Nə qədər çox risk etsən, bir o qədər çox qazanmaq imkanı əldə edərsən. Və ya Sofoklun sözləri ilə desək, xoşbəxtlik qorxaqlarla heç vaxt yol yoldaşı olmur. Daha dolğun həyat yaşamaq üçün çox risk et və qorxduğun işi et. Narahatlıqdan xeyir əldə etməyi bacar və hamar yola getməkdən əl çək. Əlbəttə, böyük əminlik var ki, tapdalanmış yolla gedərkən sən səhv edə bilərsən, amma bu yol səni harasa çıxaracaq. Mənim anam həyatı beyzbolla müqayisə edərək deyir, əgər bir ayağın 2-ci sıradadırsa, 3-cü sırada olmayacaqsan. Və ya Andre Gide dediyi kimi, bir müddət sahil xəttini gözdən itirmək cəsarəti göstərmədən yeni torpaqlar kəşf etmək olmaz. Siz zəngin həyatın sirri, vaxtını təhlükəsizliyinə həsr etməkdənsə, yeni imkanların axtarışına sərf etməkdir. Əlbəttə, daha şüurlu və çılğın yaşayarkən sənin payına məğlubiyyət və uğursuzluq da düşəcək. Amma məğlubiyyət qələbə elmindən başqa bir şey deyildir. Bir dəfə mənim atam dedi, Robin, ağacın kəlləsinə çıxmaq təhlükəlidir, amma ən dəymiş meyvələr də məhz orada bitir. Mənim əvvəllərdə yazdığım kimi həyatda həmişə seçim etmək lazım gəlir. Özlərini həyatda tam reallaşdıra bilmiş adamlar başqalarından daha tez müdrik seçim edə bilərlər. Sən ömrünün qalan günlərini tam təhlükəsizliklə həyat okeanının sahilində oturmağa, ya da onun dərinliklərindən baş vurub, güclü ruhlu insanlar üçün nəzərə tutulmuş incilərin axtarışına çıxmaqla keçirməyə üstünlük verə bilərsən. Öz ilhamımı qeyd etməklə və öz imkanlarının sərhədlərini genişləndirməyin vacibliyini unutmamaq üçün mən iş otağımın divarında Theodore Roosevelt'in deyimi yazılmış plakatı vurmuşam. Hörmətə layiq olan tənqidçi, güclü adamın xətalarını və ya onu daha yaxşı etməyə göstərən deyil. Şərəfə layiq olan adam cəsarətlə səhnəyə çıxandır. Kimin ki üz gözünü toz və qan təlpis günə salır. Kimə ki böyük cəsarət, böyük ideyalar tanışdır, o özünü layiqətli iş naminə qurban verir. Və əgər o müvəffəqiyyətə nail olub qələbə qazanırsa, o böyük uğurların təntənəsini tanıyacaq. Yox, əgər uğursuzluqlara düçar olsa, bu əsl qəhrəmanın məğlubiyyəti olacaq və istənilən halda heç vaxt nə qələbə, nə də məğlubiyyət
tanınmayacaq qəlblərə aid edilməyəcək. 23-cü bölüm həyatı olduğu kimi yaşa. Kevin Costner öz karyerasında yüksəliş və enmələrə necə yanaşırsan sualına belə cavab verir. Necə oldu elə yaşayıram? Məncə bu ən doğru cavabdır. O baş verənlərin mühakiməsinə və təfərrüatlarına vaxt ayırıb, onları yaxşı və pisə bölməkdənsə neytral mövqe tutur. Hadisələri onların əsl baş vermə səbəbinə görə ömür yolunun bir hissəsi olduğu üçün qəbul edir. Biz hərəmiz bir yolla öz məqsədimizə gedirik. Bəzilərimiz üçün yol başqalarından daha daş kəsəkli olur. Lakin heç kim nə zamansa uğursuzluğu yaşamadan məqsədinə çatmış olmur. Sən niyə sadəcə həyatındakı hər bir hadisəni sonradakı olduğu kimi yaşamaq üçün nəticələrə düşünməkdən vaz keçməyəsən? Ağrını duy və xoşbəxtlikdən həzz al. Əgər sən çökəyə düşməmisənsə, oraya zirvədən baxmağa da hünərin heç vaxt qalmayacaq. Yadda saxla. Həyatda müvəffəqiyyətsizlik olmadan onun nəticəsi olmur. Həqiqi faciələr olmadan onun dərsləri olmur. Əslində problem də yoxdur, yalnız imkanlar var. Hansı ki, müdrik insan onların içərisindən problemin həllini tapır. 24-cü bölüm yaxşı filmlərdən öyrən. Mən kinoya getməyi sevirəm və fürsət düşən kimi bunu edirəm. Özüm uşaqlarımı da götürürəm. Qızım Biancanı və oğlum Kolbini. Partlaq qarğıdalı yeyə-yeyə biz məmnuniyyətlə biletləri göydən gedən yeni çıxan cizgi filmlərindən birinə baxırıq. Filmdən biz üzümüzdən təbəssümlə, yaddaşımızda isə birini mütləq evdəki oyuncaqlarımızı əlavə edəcəyimiz çox saylı əyləncəli personajlarla çıxırıq. Hazırda oxuduğum müxtəlif şəhərlərdə mən həmişə günün sonunda bir neçə saat vaxt tapıb kinoteatra gedib yaxşı bir filmə baxmağa çalışıram. Hesab edirəm ki, filmlər təkcə istirahət etməyimə kömək etmir. Həm də məni həyatın qarşımızda açdığı imkanların neçə sərhədsiz olmasını düşünəcəyimə ilhamlandıraraq başqa bir aləmə aparır. Deyəsən elə filmlər məndə xəyalpərəstliyi oyadıb. Yaxınlarda mən Həyat Gözəldir adlı İtalyan filminə baxmışam. Baxmayaraq ki, film alt yazı ilə tərcümə olunurdu. O 3 saat mənim diqqətimə hakim kəsildi və məni elə tərpətdi ki, son illərdə buna bənzər bir filmə baxdığımı xatırlamıram. Film əsasən sevən ata və onun kiçik oğlu barəsində idi. Əvvəldən onlar birgə yaşayır və çoxlu gözəl anlar keçirirdilər. Qəflətən onları evlərindən çıxarıb qatara əyləşdirir və Auschwitzə, məşhur dəhşətli nasist konsentrasiyası düşərgəsinə aparırlar. Filmin yerdə qalan hissəsi atanın inanılmaz çətinliklərindən, təkcə oğlunun yaşaması naminə deyil, həm də insanlıqdan kənar istirabların əvəzində ona sevinç yaşamağa çalışmasından bəhs edir. Baxmayaraq ki, sonda ata özünü oğlu naminə qurban verir. Həyat gözəldir sözü bizə həyatın bir bəxşiş olduğunu, onun hər dəqiqəsinin qədrini bilməyimizin gərəkliyini xatırlamağa xidmət edir. Yaxşı film sənə həyatı, onun əsl çalarlarında görməyə, sevdiyin şeylərlə bağını möhkəmlətməyə, həyatın bütün təzahürlərində həyat eşqini qoruyub saxlamağa kömək edir. Yolda Emerson dediyi kimi, möhtəşəmliyə heç vaxt çılğınlıq olmaqdan çatmaq olmaz. 25-ci bölüm puluna bərəkət dilə. Əgər sənə Londonda olmaq qismət olsa, Foyleyə qədim kitab mağazalarından birinə baş çək. Bu mağazanın rəfləri arasında gəzərkən mən o qədər qiymətli kitablar tapdım ki, onları dünyanın başqa heç bir kitabxanasında tapmaq olmaz. Özünü kamilləşdirmənin könüllü şagirdi olaraq mən adətən buna uyğun kitablar olan bölmələrə can atıram. Burada mənə varlığın incəsənəti və həyatımın keyfiyyətini yaxşılaşdırmağa qadir yeni ideyalar verən hansısa az məlum olan əsərləri tapmağa çalışıram. Foyledə mən həmişə belə bir şey tapıram. Bir neçə il öncə mən Ağlının Sehrini Oyat adlı kitab tapdım. Bu demək olar ki, 30 il əvvəl Əl-Qurani adlı öz dövrünün ən tanınmış maqlarından sayılan müəllif tərəfindən yazılmışdır. Zənginliyin sirri bölümündə o yazır. Pullarını xərcləyəndə onlara xeyir dua verməyi unutma. Onlardan xahiş et ki, onlara toxunanlara xeyir dua versinlər. Onlara göstəriş ver ki, acları doydurub çılpaqları geyindirsinlər. Və onlara göstəriş ver ki, milyon dəfə artıq sənə qayıtsınlar. Bundan çəkinmə, mən ciddi deyirəm. Niyə sən də Əl-Quraninin məsləhətinə qulaq asıb yoxlamayasan ki, bundan nə çıxır? Mağazada meyvə alanda sakitcə onu sənə təqdim edənlərə, o meyvəni yetişdirən fermerlərə, onu sənin üçün qoruyub saxlamış mağaza işçilərinə dua et. Uşaqlarının təhsilinə pul verərkən
Niyə sakitcə onların şuurunu formalaşdırmaq üçün günlərini həsr edən müəllimlərə və onlara kömək edənlərə dua etməyəsən? Qəzet köşkünün pəncərəsində asılan jurnalı almaq üçün bir neçə qəpik ayıranda köşk işçisinə dua et və ümid et ki, həmin pullar onun həyatını yaxşılaşdırmağa xidmət göstərəcək. Əbədi həqiqət necə səslənir? Verən əl korluq çəkməz. 26-cı bölüm. Diqqətini əsas məsələyə yönəlt. Bir dəfə FedEx kuryer agentliyi mənim ofisimə bir bağlama gətirdi. Bağlamada arxasında qızılı mühür, üstündə isə mənim adım olan məktub var idi. Mən tələsik məktubu açıb oxumağa başladım. Onu aparıcı kampaniyalardan birinin Ferrarisini satmış rahibdən liderlik dərsləri kitabını oxumuş rəhbəri yazmışdı. O məktubu Avropaya işgüzar səfərə gedərkən hava limanında göndərmişdi. Bilirdi ki, bütün ömrü boyu liderlik problemlərini öyrənib və mənim kitabımın onda əvvəlcə gülüş doğuran adı marağını cəlb edib. Bu rəhbər işçi üzərində düşən vəzifənin ağırlığından qeyri-adi psixoloji baskı hiss edir və öz liderlik fəaliyyətinin effektivliyini artırmaq çox ümidlidir. O çox istəyir ki, öz şəxsi və iş həyatında diqqətini əsas məsələyə yönəltsin. Məktubda o yazırdı. Sizin kitabınızda həyatı onun nəzərinizdən çıxaracaq qədər çətin olan adam haqqında oxuyarkən mən hiss etdim ki, özümün uzun illərdən bəri itirdiyim hissimə qayıdıram. Məndə ilham verici və müəllim görmək istəyən işçilərim haqda, son 5 ildə mənə yalvararaq məzuniyyət götürməyimi xahiş edən arvadım haqda, atalarının ömrünün ən yaxşı illərini müvəffəqiyyətlə yüksələn pilləkənin yuxarısında can atmağa həss etməsini görən 3 uşaq haqda düşündüm. Mən özümü güclü adam sayıram, amma sizin kitabı oxuyanda ağladım. Əvvəlcə sakit, sonra isə elə bərkdən ki, aeroport işçilərindən biri mənə yaxınlaşıb soruşdu ki, hər şey qaydasındadırmı? Sonra həmin adam yazırdı. Mənim üçün bu an oyanış siqnalı, ömrümün sonuna dək unutmayacağım həyəcan oldu. Mən başa düşdüm ki, iş həyatımda da, şəxsi həyatımda da çox şey dəyişməliyəm. Ona görə də 11.000 kilometr yüksəklikdə olarkən and içdim ki, işimdə və şəxsi həyatımda mənə mane olan şeyləri uzaqlaşdırıb, əslində az olan şeylərə, mənim işim və həyatım üçün əhəmiyyət daşıyan şeylərə diqqət yönəldəcəm. Mən özümə söz verdim ki, ünvanıma gələn şərhlərə daha çox diqqət ayırıb, nahar təkliflərindən imtina etməmək üçün gündə 6 qəzet oxumağı təxirə salım. Mən hətta sizin kitabdakı ən uğurlu başlıqlardan biri ilə adlandıracağım xüsusi cədvəl tutacağıma qərar verdim. Onu iş stolumun üstündə kim hər şey etməyə çalışırsa, heç bir işi çatdırmaz xatırlaması kimi qoymuşdum. İfadə edə bilmirəm ki, bu sadə fəlsəfəyə əməl etməyə başlayanda həyatım nə qədər dəyişib. Sizə minnətdaram. Zaman bizim əsas sərvətimizdir, amma biz nəyəsə görə elə yaşayırıq ki, sanki əbədiyyət bizim sərəncamımızdadır. Zamanı özünə tabe etmək üçün hər gün əsas məsələyə fikrini cəmləmək lazımdır. Həyatda nəyisə etmək üçün nəyi etməməyi bilmək lazımdır. Sən öz əsas vəzifəni yerinə yetirərkən və özündən sonra böyük bir miras qoymağa hazırlaşaraq, həyatının anlarını yüksək məqsədlərin əldə olunmasına həsr etməyə başlayan kimi hər şey dəyişəcək. Keçmişin böyük müttəfiqlərinin də çoxu məhz belə bir qənaətə gəliblər. Qədim müdrik Konfutsi bunu aşağıdakı sözlərlə ifadə etmişdir. 2 dovşan arxasınca qaçan onlardan heç birini tuta bilməz. Qədim Roma filosofu Mark Aureli isə demişdir. Hüzur istəyirsənsə az fəaliyyət göstər. Menecmentlik izlər qrup Peter Drucker isə bu fikri bir qədər başqa cür ifadə etmiş. Lazım olmayan işi xüsusi səylə görməkdən mənasız iş yoxdur. 27-ci bölüm. Minnətdarlığını yazılı ifadə et. İşləri ki, asanlıqla görmək olar. Asanlıqla görməmək də olar. Bizim həyatımızın sürəti artdıqca layiq olan adamlar üçün nəzərdə tutulmuş sadə jestlərin əhəmiyyəti artır. Elə sadə, amma mənalı jestlərdən biri çoxdan unudulmuş minnətdarlığını yazılı bildirmək mədəniyyətidir. Bizim hər birimiz məktub almağı sevirik. İnsan təbiəti belədir. Biz hamımız özümüzü əhəmiyyətli hiss etməyə daxilən dərin bir ehtiyac duyuruq. Mən kitabımdakı məsləhətlərdən yararlanaraq həyatlarını yaxşıya doğru dəyişmiş oxucularımdan məktub almağı sevirəm. Seminarlarımda iştirak etmiş karyerasında və ya şəxsi həyatında yüksəliş yaşamış kişi və qadınlardan çoxsaylı məktub almaq qədər məndə sevinç, həyəcan oyadan ikinci bir hadisə çətin ki tapılsın. Həmin məktubları mənə bəxş etdiyi sevinci xatırlayaraq çox çalışıram ki, onların hər birinə minnətdarlıqları sözlə cavab yazım.
Hətta müntəzəm ünsiyyət saxladığım adamlarla növbəti seminar vaxtı razılaşmaq üçün mənə zəng etmiş təşkilatçıya, fərdi dərslərimin dinləyicilərinə, məndən müsahibə almaq istəyən kütləvi informasiya vasitələri əməkdaşlarına, mənə işgüzar təkliflər edən biznesmenlərə hər dəfə minnətdarlıq sözləri ilə açıqca göndərirəm. Əlbəttə bu vaxt aparır. Gün ərzində də təxirə salınmaz işlər çıxır ki, qeyd etdiyim planı dəyişdirə bilər. Lakin heç nə münasibətlərin qurulmasına və möhkəmlənməsinə səmimi minnətdarlıq məktubları qədər yaxşı təsir etmir. Məktub təsdiq edir ki, biz insanın qayğısına qalırıq, ona diqqət göstəririk və ona insanı hisslərimizi ortaya qoyuruq. Elə bu həftə bir bağlama minnətdarlığı açıqca al. Bunu dəftərxana ləvazimatları satılan istənilən mağazada tapa bilərsən və başla yazmağa. Bununla sən tək açıqca yazdığın adamı deyil, özünü də sevindirəcəksən. 28-ci bölüm. Özünlə kitab gəzdir. ABŞ xəbərləri və Dünya Hesabatı jurnalının yazdığına görə biz ömrümüzün 8 ayını reklam məlumatları səhvlərini yazmağa, 2 ilin nəticəsiz olaraq kiməsə zəng etməyə itiririk. 5 ilini isə növbələrlə qocalırıq. Bu statistikanı nəzərə alaraq sənə vaxtını ağıllı istifadə etməyə imkan verəcək elementar, amma çox effektli üsuldan istifadə et. Özünlə kitab gəzdir. Başqa insanlar növbədə durarkən narazılıq etdikləri halda sən mədəni və ruhi inkişafa davam edəcəksən. Beynini vacib qida ilə müdrik kitablardakı ideyalardan hazırlanmış vacib qida ilə təchiz edəcəksən. Bir əsr yaşasan, bir əsr öyrən. Qədim Roma filosofu Seneca deyib, məktəbi bitirdikdən sonra çox adam kitab oxumur. Bizim əsrimizdə müvəffəqiyyətin əsl açarı fikirlərin sürətli inkişafıdır. Hansı kitabdan almış bircə ideya bizim xarakterimizi dəyişdirə, insanlarla qarşılıqlı münasibətimizi yaxşılaşdıra və öz həyatımızı köklü şəkildə yenidən formalaşdırmağa səbəb ola bilər. Yaxşı kitab bizim həyatımızı tərtəmiz dəyişdirə bilər. Cəki filosof Henry David Thoreau Walden kitabında yazırdı. Kitablarda mütləq məhz bizim üçün nəzərdə tutulmuş sözlər var və əgər biz o sözləri eşidib anlasaydıq, onlar bizim üçün xeyirli sabah, bahar olardı və bizi hadisələrə başqa cür baxmağa vadar edərdi. Çox adam üçün həyatlarında yeni era bu və ya başqa kitab oxuması ilə başlayır. Bəlkə də elə kitab var ki, bizə bütün möcüzələri izah edər və qarşımızda yenilərini açar. Sənin həyatda hansı yüksəklikləri əldə edə biləcəyin, ürəklə çalışmağında deyil, nə dərəcədə yaxşı düşünməyindən asılıdır. Liderlik proqramları üzrə mühazirələrimdə mən tez-tez deyirəm. Müasir iqtisadiyyatın böyük liderləri ən böyük mütəfəkkirlərdən çıxacaq. Sənin 5 ildən sonra kim olacağını 2 faktor müəyyənləşdirir. Hazırda kimlərlə ünsiyyət qurmağın və oxuduğun kitablar. Auditoriyada mən tez-tez zarafatla deyirəm ki, Cinderella tenis oynamağı sevirəm. Adətən nə qədər çalışsam da məndə yaxşı zərbə nadir hallarda alınır. Amma nə vaxt ki mən özümdən üstün rəqiblə oynayaram, mənim oyunum möcüzəli sürətdə dəyişir. Məndə əvvəllər heç vaxt alınmayan zərbələr alınır. Atdığım toplar elə yüngüllüklə havada uçur ki, ən yaxşı oyunçu belə həsəd apara bilər. Bənzər təsiri insana mütaliədə göstərir. Sənin beynin səndən əvvəl bu planetə gəlmiş böyük insanların fikirlərinə nə qədər açıq olarsa, oyunun daha yaxşı alınar. Əqli imkanlarının sərhədləri genişlənər və sən hiss edərsən ki, müdrikliyin yeni yüksəkliklərinə necə qalxırsan. Dəyərindən mütaliə sutkada 24 saat ərzində dünya tarixinin ağıllı və istedadlı şəxsiyyətləri ilə bağlılıq hiss etməyə imkan verər. Aristotel, Emerson, Seneca, Gandhi, Thoreau və planetimizin bəzəyi olan daha başqa kişi və qadınlar çoxdan səninlə öz bilgilərini bölüşmək istəyirlər. Niyə sən bu imkanlarda mümkün qədər tez yararlanmayasan? Əgər bugün heç nə oxumamısansa, demək ki, bugün yaşamamısan, oxumağı bacarmağın olduğu halda bunu etmirsənsə, deməli, sən özünü heç oxuya bilməyənlərlə bir cərgəyə qoymuş olursan. 29-cu bölüm. Sevginin cari hesabını apar. Tereza ana deyib, böyük işlər yoxdur. Böyük sevgi ilə görülmüş kiçik işlər var. Hansısa bir insanın həyatını azca yaxşılaşdırmaq üçün sən hansı gözəl işləri görərdin? Rəhimdillik bizim kimsəyə nə isə bağışlayanda sevinç hissini keçirməyə məcbur edərək bizimlə qəribə oyun oynayır. İnsanlara böyük sevgi ilə yanaşmaq üçün onlara qarşı sevginin cari hesabını tərtib et. Hər gün o siyahıya ətrafındakilərin həyatını sevinç bağışlayacaq yeni kiçik bir iş əlavə et. Əvvəlcə heç bir səbəbsiz yaxın adama gül dəstəsi hədiyyə edə bilərsən.
Yaxın dostuna poçtla sevdiyin bir kitabı göndərə bilərsən və ya uşaqlarına vaxt ayırıb onlara açıq deyərsən ki, sən onları necə sevirsən. Öz həyatımda mən bir həqiqəti öyrəndim. Böyüklük kiçik şeylərdə gizlənir. Hər gün biraz xüsusi sevgi hesabını doldurmağa, sən sambalı bir bank hesabın olmasından keçirdiyindən daha çox sevinç keçirəcəksən. Emerson obrazlı ifadə etdiyi kimi, səxavətli ürək olmadan var dövlət çirkin kasıblıq olaraq qalır. Və ya Tolstoyun dediyi kimi, xoşbəxt olmaq üçün bir şey lazımdır, sevmək. Özü də fədakərcasına sevmək. Hamını və hər şeyi sevmək. Kimə düşsə, o da götürsün deyə hər tərəfə sevgi torları atmaq. 30-cu bölüm. Dünyaya başqa adamın gözü ilə baxmağa cəhd et. İnsan ən böyük tələbatlarından biri başa düşülmək, sevimli və hörmətə layiq olmaqdır. Ətrafdakı adamların çoxu hesab edir ki, qulaq asmaq həm söhbətini, nə vaxt söhbəti bitirəcəyini gözləmək deməkdir. Ən pisi isə odur ki, bizim qarşımızdakı adam danışana dək söhbətin mahiyyətinə varmadan ona cavab hazırlamağa vaxt sərf edirik. Həm söhbətin nəzər nöqtəsini anlamaq istəyi sizin onun danışdıqlarını marağınızdan və onun özünə hörmətinizdən xəbər verir. Əgər söhbət zamanı sən dünyanı onun gözü ilə görmək üçün həm söhbətinin mövzuya baxışını öz üzərində yoxlasan, onunla möhkəm əlaqələr qura və uzun illər davam edəcək sarsılmaz, etibarlı münasibətlər yarada bilərsən. Biz iki qulaq bir ağıza niyə malikik? 2 dəfə çox eşidib az danışmaq üçün. Bundan başqa nəzakətli dinləmə qabiliyyəti bizə daha bir üstünlük verir. Belə söhbət zamanı bizə çox danışmaq lazım gəlmədiyindən yeni neysə öyrənmək, məlumatı əldə etmək imkanı yaranır ki, onu öz monoloqumuzda dalsaydıq əldən verərdik. Diqqətli həmsöhbət olmaq üçün sənə bir neçə praktik məsləhət vermək istəyirəm. Əgər sən söhbət zamanı görürsən ki, sonuncu 60 saniyə ərzində həmsöhbətin bir kəlmə də olsun deməyib, ola bilər ki, o sənin fikirlərinin gedişatını artıq izləmir və yaxşı olar ki, uzun monoloqu dayandırasan. Danışanın sözünü kəsmək mərəzindən uzaq durmağa çalış. Sözlərin sənin dodaqlarından qopmasına imkan vermə. Əksinə, həm söhbətinin sənə dediyinin məzmununa diqqət kəsil. İmkan olanda qeydlər apar, əlinin altında olan bloknotda olan qeydlər kimi heç nəsinə maraqlı danışmaq imkanı vermir. Həm söhbətin qurtaran kimi danışma, götür qoy et, sonra öz fikrini de. Əvvəlcə bu sözlərlə başlamaq olar. İstərdim ki, dəqiqləşdirim, mən düzmü anladım ki? Əgər sən bunları səmimi şəkildə etsən, bu səninlə ətrafdakı adamlar arasında əlaqəni daha da möhkəmləndirəcək.